İran Kunda'yı kaçırdı. İran Kunda ceza sahamıza girdi. İran Kunda. Türkiyəyə gəldikdə isə mən həmişə deyirəm də, illah ki də indiki bu Türk milli komandasının bu cavanları bunları yıxan pont olacaq. Pontlardan başqa bir şey yoxdur. Nə özündən razılıq, yəni göydə uçmaq. Gördün Avstraliya necə bunları oturtdurdu yerinə. Heç kimin ağlına gəlməzdi, amma ağlına necə gəlməzdi? Yəni fikirləşərdilər ki, Türkiyə hara, Türkiyənin oyunçuları hara, Real Madriddə, filan Juventusda zətdə. Amma Avstraliya göstərdi ki, necə komanda oyunu olaraq necə oynamaq lazımdır və necə udmaq lazımdır, başa saldı. İndi bunlara, türklərə siqnal olacaqmı, bu çatacaqmı, çatmayacaqmı? Yəni əməlli başlı dərs aldılar, əməlli başlı zərbə aldılar. Bunu qabaqki oyunlarda görəcəyik. Amma açığı türklərin qrupdan çıxacağına inanmıram. Çünki həddindən artıq çətin olacaq. Amerikanla da, digər o bir komandanla da, Paragvayla da inanmıram çıxacaqlar.